Ənənəvi qara cümə endirimləri bugün Bakıda izdihama səbəb olub. Paytaxtdakı alış-veriş mərkəzlərində mağazalar hələ açılmamış insanlar növbəyə dayanıblar. Sözü gedən görüntülər sosial şəbəkələrdə yayılıb. İzdiham anlarını əks etdirən görüntüləri təqdim edirik. Bakıda binalardan birinin zirzəmisindən meyit tapılıb. Hadisə Nəsimi rayonu Asif Məhərrəmov küçəsində qeydə alınıb. Yardımlı rayon sakini 40 yaşlı Amid Kürdoğlu Əsədovun meyidi küçədəki 5 mərtəbəli binanın zirzəmisində aşkar edilib. Meyidin üzərində zorakılıq əlamətləri olmayıb. Amid Əsədovun ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.